Salam dəyərli müəllimlər, əziz abituriyentlər, mən Elnur Mehdili. Bu gün sizlərə Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin əsərinin təhlilini təqdim edirəm. Mütləq sona qədər izləməyi unutmayın. Cümlə bə cümlə hər sətr altında yatan mənanın da izahını mən sizə verəcəm. Sizlərdən isə bircə xahişimiz var ki, mütləq bizim YouTube kanalımıza abunə deyilsinizsə, mütləq abunə olmağı unutmayın. Bəyənib, paylaşıb, rəy yazmalıdır bizdən əsirgəməyin. Həmçinin bizim tam ödənişsiz WhatsApp qrupundan faydalanmaq üçün həm ədəbiyyat, həm də Azərbaycan fənni üzrə təbii ki 051 bu nömrəni WhatsApp-na yazırsınız. 051 785 15 və 25 bu nömrənin WhatsApp-ına yazın, sizə lazım olan qrupa yönləndirir. Gəldik əsərimizin izahı. Müsbət Fəxrəddin təbii ki Azərbaycan ədəbiyyatında ilk faciə yandırıldı. İkinci adı isə çəkmə-çəkə bilməzsən, bərkdir fələyin yayı. Demək ikinci adı da budur. Başlayaq indi demək olan obrazlar haqqında məlumat əldə edir. Təbii ki, əvvəlcə Fəxrəddin bəy cavan oğlandı, Darülfünunu tamam etmiş, yəni məktəbi bitirib. Mələk xanım Fəxrəddinin anasıdır. Şahmar bəy cavan oğlan, onun qardaşıdır. Yəni Fəxrəddin, Mələk də Şahmar, bunlar bir ailədirlər təbii ki. Hacı Xəlil Murad cavan nökərlərdir. Rüstəm bəy böyük mülkədardır, qarşı tərəfi təmsil edir. Mahmud bəy onun cavan oğludur. Sadıq xanım onun quzudur. Sadıq xanım onun quzu eyni zamanda Fəxrəddinin demək istədiyidir, sevgilisidir. Gülbahar xanım Mahmud bəyin övrətidir, Fəxrəddinin bacısıdır. Bu da bu ailədən gəlib. Demək demək Fəxrəddin Mahmudun bacısını sevir. Mahmudun bacısı da demək Fəxrəddin bacısı Mahmudun həyat yoldaşıdır təbii ki. Elə ki bu onun bacısını nailiyyəti qurub, o da bunun bacısını sevir. Əhməd Vəli Rüstəm bəyin cavan nökərləridir. Hürü qoca arvad qulluqçudur. Cahangir bəy cavan oğlandır, mülkədar, eyni zamanda Sadıq xanıma vurulub. Yəni həm Sadıq xanımı Fəxrəddin istəyir, eyni zamanda Cahangir bəy də istəyir və Fərhad və Məhərrim Cahangir bəyin dostlarıdır. Baxaq indi məclisə. Demək, vaqe olur Rüstəm bəyin otağında Avropa qayəsində bəzənmiş Rüstəm bəy əyləşib səndəli üstə tək. Rüstəm bəy təbii ki mülkədar idi və Fəxrəddin aralarında qan davası var idi. Rüstəm bəy tək, görək nədir? İndiyə kimi tamam ömrümdə düşman qabağından qaçmamışam. Həmişə hər yerdə düşmənə faiq gəlmişəm. Bir Allahdan savay heç kimdən qorxmamışam. Özünün necə belə deyək də yüksək olduğunu təbii ki öz dilindən deyir ki, qaçmamışam. Yəni gördüyü işləri bir növ öz dilindən çatdırılır, belə deyək. Mən həman Rüstəməm ki, Topdağıma Cümşüd bəyin evini xaraba qoydum. Mənə bir təşəxxüs satmaqdan ötürü Kərim xan yurdunu xaraba qoydum. Demək, burada Cümşüd bəy Kərim xan adlarını eşidirib. Bunlar epizodik rollardır. Yəni əsərin digər hissəsində biz buna rast gəlməyəcək. Sadəcə adları çəkir. Tarmar elədim, evinə od vurdum, külünü havaya sovurdum. İndi mən bir ağzına südüyü gələm cavandan qorxacağam. Təbii ki, burada öz dilindən o cəmaatın başına gətirdiyi bəlalardan söhbət gedir. Heç kimdən qorxmamışam, heç kimin qabağından qaçmamışam. Cümşüd bəyin evini xaraba qoymuşam, Kərim xanın evini od vurub odlamışam. Bu öz dilindən dediyi ifadə. Sonra mən indi ağzına südüyü gələn cavandan, Rüstəm bəy təbii ki burada Fəxrəddini ağzından südüyü gələn cavana bənzədir. Ağzından südüyü gələn cavanı adlandırır. Qorxacam, bir at görməmiş, bir tüfəng əlinə almamış, övrət sifətində uşaqdan çəkinəcəyəm. Baxın, burada təbii ki biz Rüstəm bəy Fəxrəddini ağzına südüyü gələn insan, sonra övrət sifətinə, yəni arvad sifətinə uşaqdan çəkinəcəyəm və s. Yəni həm Fəxrəddini övrət sifətində bir uşağa bənzədir, eyni zamanda ağzına südüyü gələn insan kimi təqdim edir. Görək, Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağını, dovşan tası qabağını qaçan kimi vaziyirdir. Özünü öldürtdüm, bax Rüstəm bəy etdiyi hərəkətlər. Demək, Fəxrəddin atası Heydər bəyi öldürtdürüb, qızın güclə oğlum Mahmuda, oğluna gətirdim, qardaşlarına isə bu vilayətdən sürgün etdirdim, itirdim. İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxarsın. Mənim oğlum Rəşid bəyin oğlumun qanı yerdə qalsın. Təbii ki, Rəşid bəy də demək Fəxrəddinin demək atası Heydər bəy və Rüstəm bəyin demək davasında Rəşid demək öldürülmüşdü. Demək Fəxrəddinin atası Heydər bəy Rəşidi tikəti doğramışdı. O mən deyiləm, uzun səkdə Əhməd Vəli demək nökərlərini çağırıb. Hər onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. Demək, papağını övrət ləçəyi olsun deyən, təbii ki, burada Rüstəm, digər yerdə də biz bunları görəcəyik. Bir də ki, Fəxrəddin oğlum Rəşidin qanı layiq ola bilər. Yəni, Fəxrəddini öldürsəm, təbii ki, oğlum Rəşidin qanını ala bilərəm. Məgər mən gərək evi xaraba qoyam. Əhməd Vəli beylərini xəncər, tabanca daxil olub baş əyirlər. Rüstəm bəy deyir, Fəxrəddin bəy Heydər bəy oğlu deyilə gəlibdir. Onu görəniz olubmu?
Öləncə mənimlə əlləşən atası Heydər bəy bənzərmi? Əhməd təbii ki, burada deyir. Daha çox ifadə Əhmədin dilindəndir. Vəlinin dilinəcəyim burada bir ifadə var deyəcəm. Əhməd deyir, xeyr ağa, görməmişik. Ancaq belə söyləyək ki, çox qəribə oğlandır. Alçaq, mülayim. Təbii ki, burada alçaq sadə təvazökar mənasında. Alçaq, mülayim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündən azarxana, məktəbxana açıbdır. Həkim gətir və mama gətirib. Təbii ki, yoldaşlar, biz burada görürük ki, demək, bu Əhmədin dilindən Fəxrəddin etdiyi işlərdən danışılır. Öz rəiyyəti üçün, demək, öz rəiyyəti üçün mülkündən azarxana, məktəbxana və həkim gətir, mama gətir. Təbii ki, biz bunları Əhmədin dilindən eşidirik. Bax, mütləq qeyd edeyim, imtahanda da bu ifadələr düşür. Demək, biz Fəxrəddin bəyin gördüyü işləri biz Əhmədin dilindən eşidirik buradakı. Hansı işləri görüb? Azarxana, yəni xəstəxana açdırıb, məktəbxana açdırıb, həkim gətirib və mama gətirib. Rüstəm bəy deyir, bəli, eşitmişəm. Fəxrəddin tamam dünya gözü olsa, yenə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para-para etmişdir. Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı olsa, ağıllı olsa, mənə bir ilə artıq xoşdur. Yəni, nə qədər gözəl, kamallı, ağıllı olsa, mənə o qədər xoşdur ki, çünki onu öldürəcəm. Çünki onu qəza oğlumun qanı layiq əvəz göndərir və mənim üçün məqam intiqamdır. Əhməd Vəli, Rəşidin yadigarı. Demək, Rəşidin yadigarları deyəndə təbii ki, burada Əhmədlə Vəli nəzər tutur. Bəzi imtahan düşür ki, Rəşidin yadigarları deyəndə qardaşı Mahmudu nəzər tutur. Xeyr, elə bir şey yoxdur. Rəşidin yadigarı Əhməddən Vəlidir. O bədbəxt gecə Rəşid can verən zaman biz əhd-pəmə elədik. O aramızda o əl tutmuşduq. Əhd-pəmə bağlamışdıq. Yadınızdan çıxmayıb ki, xeyr ağa, elə halət, elə məqam yadından çıxmaq bilməz. Mümkün deyil. Və adına kişi qoyan sözü bir kərə. Başımızı papaqda övrət ləçəyidir. Baxın, bu ifadəni həm burada Əhməd eyni zamanda Rüstəm deyir ki, başımdakı papaq mən övrət ləçəyi olsun. Bax, bu ifadə eyni zamanda biz Əhmədin dilindən də eşidirik. Əvvəl-axır ölümdür. Ağa, qoy can pus olsun, qeyrət yolunda, namus yolunda Rəşid ağanın müsbəti unutmaq olmaz. Təbii bu Vəlinin dilindən biz cəmi bir cümlə, bir ifadə eşidirik. Digər isə Əhmədin dilindəndir. Rüstəm deyir, mərhaba, cavabınız mərigin cavabıdır, çörəyim sizə halal olsun. Əgər sizdən bir yerdə oğlum, biçar Rəşidin sağ olsa, o da mənə belə cavab verərdi. Haradasan, ay oğul, belimi sındıran oğul. Yaraların yardıma düşəndə dünya, aləm başımdan aylanır. Bədənim otlu yanır, başımdan tüstü çıxır. Oğul, sənin qanını yerdə qoymaram, oğul, qəbirdə rahat yat. Hərkəf meydan təklə qalsam, yenə düşməndən əl çəkməyəcəm. Əhməd Vəli baş vurub gedirlər. Sonra yenə Rüstəm özü tək burada danışır. Hərkəf mənim oğlum Mahmudda namus, qeyrət olsaydı, mənim nişanələrimdən %1-i onda tapılsaydı, o indi kimi qardaşının intiqamını almışdı və məni də bu dərd xilas eləmişdi. Heyf sən oğul, heyf sən Rəşid, of, and olsun Rəşid bəyin qəbrinə, hərkəf Mahmud övrətinin sözünə baxıb, yəni yoldaşın sözünə baxıb, bir qeyrətli qəbul etsə, mən ona bir də oğul deyib çağırmayacam, ölüb ya itmiş hesab edəcəm. Mənim oğlum gərək mənim özümə oxşasın, bir qeyrət oğul mənə lazım deyil. Rəşid əlindən getdi, ölmədim. Mahmud da gedəndə nə olacaq? Və səkdə. Dünyada ömür eləmə, elədin qeyrət namusu əldən vermə və s. Bax, bu ifadə təbii ki, Rüstəmin dilində, bax, diqqətli olacaqsan ki, bax, imtahanda, testdə də var. Demək, bu ifadə yoldaşlar Rüstəmin dilindəndir. Rüstəmin dilindəndir. Dünyada ömür eləmə, elədin qeyrət namusu əldən vermə. Mahmud bəy daxil olur, nə buyurursunuz, yəni atasının yanına gəlir. Rüstəm bəy deyir, Mahmud, sənin məhəbbətin məni vadir elədi ki, mən gedib düşmən qızını gətirdim cəbrəm və evimə gəlin elədim. Və mən öləndən sonra dövlətimə şərik. Demirəm pisdir, göyçək deyil, ağılsız, kamalsızdır. Amma düşmən qızdır. Bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq. Yəni Rüstəm təbii ki, burada nədən narahatdır ki, yəni mən öləndən sonra malıma, mülkümə düşmən qızı şərik olacaq. Gülbar mənim evimdə qala bilməz. Əlavə müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmaq özdə bir müsibətdir. Gülbar gərək getsin. Qandın ki, tələbim nədir? Səndən cavab gözləyirəm. De görüm, sözün nədir? Demək ki, Rüstəm burada tələb edir ki, Gülbahar onun evindən getsin. Yəni, müsibətlə gətirmişik, müsibətlə geri qaytaraq və onu bir, beləcəkdə, el içəsin və biabır eləyək. Məcbur gətirmişik, məcbur da geri qaytaraq, bir biabır eləyək. Təbii ki, bunu oğlundan tələb edir ki, öz yoldaşını boşa, qoy, rədd olsun, çıxsın, getsin. Mahmud bəy deyir, məni bağışlan ata, hərkəf məhəbbət necə ki buyurursunuz, sizi vadar elədi, gəlin barəsində cəbrə işləmə. Ola bilərmi ki, haman məhəbbət mani ol ikinci cəbrə və zülmə? Rüstəm ola bilməz. İkinci təklif, demək, iki təklif Rüstəm bəy burada, oğlum Mahmudun qabağında iki təklif irəlisin. Birinci təklif odur ki, öz yoldaşını boşa getsin. İkinci təklif olursa, razısanmı Heydər bəyin evini tarım eləməyə, yurduna bayquş ulatmağa, Rəşid bəyin qanını almağa?
Mahmud bəy deyir, sahibi ixtiyarsınız, amma Fəxrəddin bəyin haqqında doğrudan insaf yol verin. Çünki o biçarə bitəksiz və özü o vaxt burada olma. Yəni səninlə Fəxrəddin atasının arasında olan münaqişədə, yəni o vaxt olan qırğında Rüstəm Fəxrəddin özü burada olmuyor. Almaniyaya təhsil aldı. Yəni onun heç bir günahı yoxdur. Rüstəm deyir, hay Mahmud, mən elə qabaqdan bilirdim sənin cavabını. Heyf sən Rəşid, yaraların sübut edir ki, düşmən asanlıqla can verməmişsən. Biçarə oğul, belimi sındıran oğul. Mahmud gəlir. İnan ata, Rəşid bəyin müsibət necə ki sizə rahatlıq vermir, elə mənim özümü də. Ancaq ata Allah xatirinə məni vadar eləmə nahaq yerə qan tökmə və zülm etmə. Rüstəm bəy az şəkildə kifayətdir, gedə bilərsən. Demək yoldaşlar, biz burada gördük ki, Rüstəm bəy oğlu Mahmud qabağına iki şərt irəli sürür. Birinci şərt odur ki, öz yoldaşını boşamasan. İkinci şərt odur ki, gedək demək Fəxrəddin bəyin evinə demək od vurub, otlayıq və belə deyək də onları qan tökər. Mahmud deyir ki, ata, mən bunu edə bilmərəm, nahaq yeri məni qan tökməyə demək, sövq etmə. Rüstəm bəy şəkildə deyir ki, gedə bilərsən. Mahmud bəy gedə. Belə ki, sən başlamısan öz evində bayquş ulayacaq. Təbii ki, bu sonda görünür ki, və bu ifadə öz yerindən tapır. Rüstəm bəy tək, demək, Rəşid, qanın yerdə qoymaram, yoxsa oturduğum yerdə sinəm partlayıb, bağrım çatlar. Bir qalan gecədə, bax öz-özünə deyir bunlara, bir qalan gecədə gədələri götürüb gedərəm, od vurarım evlərinə, taylarına və çölə çıxan gülləbanı edərəm. Rəşid, bilsəm ki, evim tarmalı olacaq, yurdum itəcək, yenə sənin qanun yerdə qoymayacağım oğlum. Evlərinin Qars qalası, bax Qars qalası ifadəsi təbii ki, biz burada həm demək Rüstəmin dilindən eşidirik, həm də digər bir obrazın dilində də qarşıda eşidəcək. Evlərinin Qars qalası da eləsələr, yenə 100 nəfər də orada olsa, yenə gərək mən intiqamı yerdə qoyum. Mənə iki etibar nökərim, Cahangir və yoldaşlarım kifayətdir. Demək, vay Mahmud, vay Mahmud. Bax, bu öz dilindən eşidirik və özünə tək olaraq deyir ki, mən gedəcəm, təbii ki, demək Fəxrəddin evini ot vurub otlayacağım. Gülbahar xanım gəlir, daxil olur. Ay qardaşım, təbii ki, Gülbahar da Fəxrəddinin qardaşı idi, Mahmudun həyat yoldaşı idi. Qardaşlarım, yazıq atam evi, qulaqlarım kar olaydı, bu günə əhvadı eşitməyəm. Təbii ki, bunu Rüstəm bəy özünə təkliyəndə Gülbahar onu eşitir. İndi mən nə eləyəm, Allah dərdimi kimə deyim, Allah kağız yazıb kimdən göndərəm, nə tövr xəbərdar eləyəm, ağlım çaşır, Allah, mən Fəxrəddinin ölümündən tab eləyə bilmərəm. Allah. Yazıq qardaşlarım, yetim canım, yazıq canım, qərib canım sizə qurban olsun, ölüm mənimdir, Allah. Yıxılır səndəli üstə və gözdə örtü bağlı. Təbii ki, burada ürəyə getmir, digər amma yerdə məhz ürəyə getdiyini biz görəcəyik, amma burada məhz bunun ürəyə getsə, onu yıxılır bağlar. Sadıq xanım gəlir, Sadıq xanım təbii ki, demək Rüstəmin qızı idi, Fəxrəddinin sevgilisi idi, Fəxrəddini istəyirdi. Gülbahar, nə olub? Yəni öz gəlinlərim orası deyir ki, Gülbahar, nə olub? Gülbahar, de görüm nə olub? Səsini çıxart, Allah xatirinə məni qorxutma. Gülbahar deyir ki, müsbət yerdən görəcəm, Sadət, canım sənə qurban, bağrım çartlar, aman gündür. Sadıq xanım, Gülbahar, sən məni həqiqətən qorxudursan, Allah xatirinə tez ol sözünü de. Gülbahar deyir, Sadət, insaf məqamında, indi burada başına hadisəniz Gülbaharın dilinə işləyir. Sadət, insaf məqamında, sənin atan mənim atamı düşməndir, elədir? Sənin atan mənim əmlərimin nahaqdan Diyarbəkir saldı. Mənim atan sənin qardaşını öldürdü. Sənin atan mənim atamı, belədir. 3 qan bunlar elədilər, 1 qan mənim atam. Görək, bundan sonra Fəxrəddin təqsir nədir ki, sən istəyirdinmi ki, Fəxrəddini öldürsünlər? Oy, dilim ağzım qurusun Allah. Sadıq xanım deyir, Fəxrəddin başına bürtük əski olunca mənim iki gözlərim kör olsun Gülbahar. Allah xatirinə gözləş danış görüm. Təzədən qəza başımıza nə gətirmək istər? Gülbahar deyir, bu saat mən eşitdiyim Allah heç bazda göstərməsin. Rüstəm bəy nökərləri məsləhət görürdülər ki, bir qalan gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxan Gülbaharı etsin. Təbii ki, biz burada Gülbaharın dilini eşidirik ki, Rüstəm bəy belə ifadələr işlədir. Atamın evi yandırsınlar, çölə çıxan Gülbaharı etsinlər. Fikirləri Fəxrəddini öldürməkdir. Fəxrəddin 3 ay deyil Almaniyadan gəlib. Demək, Fəxrəddinin Almaniyadan gəlmək 3 ay olmağın biz Gülbaharın dilini eşidirəm. 3 ay deyil Almaniyadan gəlib. Mən onu görməmişəm. Gülbahar hələ Fəxrəddini görməyib. Demək, öz qardaşını hələ görməyib. 3 aydır Almaniyadan gəlib qardaş, amma qardaşını hələ görməyib. Belə zülüm olarmı ki, bunlar başlamaq istəyirlər? Zadıq xanım deyir ki, uşaq olmaz, səbirlə bu saat. Hürü nənə, ay Hürü nənə, ancaq təvəqqə edirəm rəftarında təqcir olması və özünü arxana saxlayasın. İşitirsənmi? Hürü nənə gəlir, belə nə var Hürü nənə sizə qurban? Zadıq xanım deyir ki, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan, düz Fəxrəddinin bəyin yanına. Düz gəlsən Fəxrəddin bəyin yanına. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar, Sadıq xanım təbii ki göndərir, bizim qırılmışlar, sözü bir yerə qoyublar ki, gedib onları evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gölmə etsinlər.
Və bu işdən ötürü Cahangir bəyi də köməyə çağırmaq istərlər. Fəxrəddin təvəqqə edirəm, bu xaraba vilayətdə baş götürüb getsin, qalmasın bu dağılmışda. O ki qaldı mənə, mənim fikrimi çəkməsin, onlar onun hər yerdə olsa salamatın məndən ötürü kifayətdir. Mən ölənəcəm bir vəfalət etməyəcəyəm. Nə qədər canım sağdır, bu canımı onun yolunda qoymuşam. Nədir? Bircə bu kişiyə deyən gərəkdir, ay bir imam, bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Saadəti 6-7 il oxudu. Təbii ki, biz burada Hürr nənənin dilindən Fəxrəddinin Saadəti oxuduğunu görürük. 6-7 ildir oxudu. Tamam vilayətin gözəlib. İndi bu da onun əvəzidir ki, ay bir imam, başı batmış. Hərgah Saadət bu qədər oxumasaydı, o da olacaqdı bizim tayımızdan biri. İndi bax gör, Saadət dildən ağızdan düşmür. Saadəti bu məqama çatdıran Fəxrəddin deyilmi? Tüfü, yox olasan sən, murdar olasan sən, yandım, töküldüm. Mahmud bəy gəlir. Nədir yenə? Hürr nənə, dərvişlə eləyərsən, Hürr deyir, nə olacaq? Dəli qudurmuş atam, təzdən yenə çarxı xoruz kimi girin meydana, qoymaz görək dərdimiz nədir? Mahmud, əhvatdan xəbərdaram, ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzə müsibət gətirib bizim başımızdan. Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ arxanı. Sadıq xanım, qardaş, bir baxın burada demək sadə dilin ifadə var. Qardaş, biz heyvan deyilik, bizə insan deyər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək. Təbii ki, bu saadətin ifadələrdir, yadda saxlayın, testlərdə var. Atamızın bir ayağı qəbirdə lazımdır ki, biz ona mane olaq, onun vəhşi işlərinə. Nə olubdur axı? Bəs deyil. Mahmud deyir ki, mən ölməmişəm ki, siz təşvifə düşürsünüz. Qoca kişi danışar, yorulub oturar yerinə. Bəri gəlin, gedək bağçaya. Saadəti Gülbahara qucaqlayıb, aparır demək, gedirlər. Gəldik demək ikinci məclisi burada. Gəldik yoldaşlar ikinci fərdiyə. Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz üstə bir cüt yanan şam dəftərlərə baxır. Fəxrəddin bəy tək. Mənim ağlım heç kəsmir ki, kar xeyirlər bizim molla demişkən, bu tezlikdə tamam olaydılar. Allah qoysa, bir üst 4 il içərisində bağ da hazır olar. Onun mədaxili məktəbxanaya, azarxanaya kifayət edər. Təbii ki, biz məktəbxana və azarxana açmağının və mama və həkim gətirməyini biz Əhmədin dilindən Rüstəm bəy söyləniləndə eşitdik. Məndən artıq xərc istəməz. Sonra Sadıq xanım qolları çirməkli, dəstə açar belində, gecə gündüz əlləşməkdə Cənab Fəxrəddin bəy özü həm bağban, həm dirikçi, həm də məktəbdə müəllim. Sömürdü. Hərgah qəzəb bivhalıq etməsə, görək Allaha pənah Hacı Murad çağır. Demək, özünü həm bağban, həm dirikçi, həm də məktəbdə müəllim gözündə görür. Hacı Muradı çağırır. Hacı Murad, nə buyurursunuz ağa? Fəxrəddin bəy deyir. Nə var, nə yox Hacı Murad? Həkim mənzilindən razıdırmı? Axı həkim gətirmişdi, sonra mama gətirmişdi, həkim gətirmişdi və s. Mollanın keyfi necədir? Hacı Murad deyir. Molla uşaqlarla dərsdən sonra uşaq kimi oynar. Təbii ki, biz mollanın dərsdən sonra uşaqlarla oynamağın biz Heydər və Salam poemasında da rast gələcək. Həkim mənzilindən çox razıdır, ələ xüsus övrəti, inək də gəlibdir, şadlıqlarına bilmirən eləsinlər. Molla çox yaxşı oğlandır. Fəxrəddin bəy, çox yaxşı. Tənək çubuqları da 2 vüsul oldu. Bəli ağa, 2 ərəbə, çox təmiz çubuqlardır. Çox pakizə. Sübh tezdən hamısını bastırarsınız. Nə qədər fəhlə lazım olsa, bağmana deyərsən, gətirsin, əlavə şagirdlərin hamısını çıxardarsın kömək. Çubuqlar artıq saxlamaq yaxşı deyil. Hacı Murad deyir. Baş üstə ağa, molla özü hazırlaşıb əlləşməyə. Hacı Murad baş vurub gedir. Fəxrəddin bəy tək. Hər iş öz yolundadır. Şükür Allaha. İndi ki bir qalıb Rüstəm bəylə barışma. Demək, bu Almaniyada gələndən sonra fikri bu idi ki, Rüstəm bəylə barışsın. Bilmirəm onu nə tövr eləyəcəm. Dünyanın hər bir işi cəngi məğlubiyyət. Amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Bax, dünyanın hər bir işi cəngi məğlubiyyətdir. Amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Bax, bu ifadə demək Fəxrəddin bəy dinləndir. Nə eləmək? Çünki onun dəyirman çağırcasının dənkörolu şifa xalqiyyətindən bir demək nümunədə burada çəkilir. Mələk xan deyir. Oğul, atanın can ağzından çıxancan Fəxrəddin deyib çığırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə kötan kimi yer eşitdiyini görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilini görsəydin, uf Heydər, məni köməkçisi qoyub gedən Heydər. Gözlərim kör olaydı, səni o halda görməyib. Təbii ki, burada Mələk xanım da mənfi obrazdır, öz övladını qan davasına sürükləyir. Fəxrəddin bəy deyir, Xudaya, ay Allah, gör biz müsəlman necə bədbəxt, vəhşi nadan tayfayaq ki, bir nahaq, bir məyana işdən ötürüb bu mərtəbəyə müsibətlər, düşmənçilik bəhəm eləmişim. Vallahi deyirəm, belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, güya biz müsəlman tayfanın üstünə göydən lənətnamə gəlib ki, işığa çıxa bilməyəcəksin. Bax, bu da demək Rüstəmin Fəxrəddin dilindəndir ki,
Demək, biz müsəlman tayfanın üzərinə göydən lənətnamə gəlib ki, işığa çıxa bilməyəcəksin. Həmişə zülmətdə qalıb vəhşi nadanlıq gücü ilə bir-birinizi tərəf edəcəksin. Aşağı görürəm, sübut uzaq deyil. Mən burada 3 aydan az deyil, bu 3 ay ərzində 200 adam, dəxi artıq elə bizim ətrafda bir-birini tərəf ediblər. Yəni, bir-birini qırıblar da, 200-dən artıq adam. Məgər bu vəhşi nadanlıq deyil. İnsaf yox, mürüvvət, qanacaq tərbiyə yox. Məgər şəriət bizə göstərən yol budur. İnsaf məqamında durun. Anacan, qardaşım, axı mənim atam Rüstəm Bəncavanoğlu tikə-tikə eləmişdi. Necə ki, atamızın müsibəti bizi yandırır, elə Rəşidin bəyin ölümü də qardaşını yandırır. Siz nə insafdan işə bir göz ilə baxırsınız. Yəni, işə hər iki tərəflə bax da, atamızın ölümü bizi yandırırsa, Rəşidin ölümü də onları yandırır. Məlik xanım deyir, oğul, 5 il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm. İndi sən də belə, Fəxrəddin bəy deyir, çox uzun danışdıq kifayətdir. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm, adam öldürəm, yol düzdürəm. Hərgah mənim özümü öldürmək istəyirlər. Nə eləmək? Qoy öldürsünlər. Mən bir can borcluyum, o ki qaldı saadətə, onu məndən bir əcəl ayıra bilər. Bax, diqqətli olur ki, o ki qaldı saadətə, onu məndən bir əcəl ayıra bilər. Bu, Fəxrəddin bəyin dilindəndir. Bəzən bunu Cahangir bəyin dilindən deyilir, amma bu yanlış. Çünki bunu demək Fəxrəddin bəyin dilindəndir. Sizdən çox təvəqqə edirəm. Saadət barəsində dəxi artıq bu ilə söhbət olmasın kifayətdir. Məlik xanım gəlir. Kifayət deyir, kifayət olsun, eyb yox. Dur gedək, oğul. Allah barı səni mənə çox görməsin. Dur gedək. Yəni, qardaşı Şahmaradır. Şahmar deyir, bəli, fəzilət axund məlumuşdur. Buyur gedək ana. Fəxrəddin bəy tək, qəlbi bir işə düşmüşəm. And olsun Allaha. Bu kəsafət mədə ilə, yəni bu ağıldan mənə ağıl öyrətmək istəyirlər. Canım, 5 gündür bu vəc tayfanın içində gəlmişəm. Az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm, bunlar nə fikir çəkir. Tüfü xaraba qalsın ölkəm. Heyf sən gözəl şəhət, heyf sən gözəl insan, İslam. Hürü kişi libasına daxil olur. Fəxrəddin xoflu şey, kimsən, nədirsən, burada nə işin var? Hürü deyir, qorxma, Hürü nənə sənə qurban. Mən, belə sənin qoca Hürü nənəm. Gecənin bu vaxtında bu libasda nə olub Hürü nənə? Allah xatirən tez məni hali elə. Hürü deyir, qorxma, canım sənə qurban. Belə qoy bir nəfəsimi dərim, səndən sabah yaxında adam yoxdur ki, Fəxrəddin deyir, heç kim yoxdur. Bircə də görüm salamatdırmı? Nə iş ittifaq düşüb? Hürü deyir, salamatdır, abaşına dönüm. Bizim o mürdəşin üzünü yumuş Rüstəm bəy, məlun oğul məlul, hazırlaşıb sizin evinizə od vursun. Bax, artıq Fəxrəddinin Rüstəmin sözlərini biz burada Hürünün dilindən də eşidirik ki, Fəxrəddinə çatdırır. Evinizə od vursun. Gecə vaxtı çölə çıxan yanğının işığına güllə var nəsin? Bir dəli qudurmuş Cahangir bəy də var. Hürü nənə deyir. Cahangir bəy də var. Bilmirəm, onu tanıyırsan ya yox, saadətindən ötürü dəli divanə. Kişi istər onu da gətirib köməyə. Bu evin adamlarını cəmən qırsın, yəni cəmlikdə qırsın. Rüstəm bəy tədbirini Sadə xanım və Gülbar xanım bilib təklifə düşüblər, məni də göndərə bilər xəbərə. Fəxrəddin deyir, nahaq təklifə düşüblər. Rüstəm bəy məni heç deyə bilməz. Ancaq təəccüb burasındadır ki, mən hazırlaşırdım gedim Rüstəm bəyin qulluğu şərəfinə, bu düşmənci aradan götürməkdə ötürüm. İndi ki, belə oldu, nə eləmək lazımdır? Sərf hesab olmaq. Məni xəbər etməkdə yaxşı iş görmüşsün. Biçara Sadıq yəqin əziyyət çəkir. Hürü deyir, Sadıq xanım biçara özünü öldürür. Deyir, Fəxrəddin bəy bu vilayətdən baş götürüb getsin, aman günüdür. Qoy, deyir, dünya, aləm, hər nə müsibət var, mən çəkim. Fəxrəddinin başından bir tüyəskik olmasın. Fəxrəddin deyir, mən bir işdə çox səhv edib, bax, mən bir işdə çox səhv, görək səhvin nədən görə. Mən bir çox səhv etmişəm, Hürünə. Gələn sadə düz aparaydım Almaniya. Qalardıq orada və bir belə zəhmət çəkməzdim. Bu vəhşi tayfanın nadan, bir insaf, bir mürvət işlərini görməzdim. İndi görək Allah nə istəyir. Demək, Fəxrəddin bəy deyir ki, mən bir işdə peşmanam ki, kaşı saadətimi aparaydım Almaniya. Hürü nənə gəl. Hürü nənə, canım sənə qurban. Mənim buraya gəlməmi gərək heç bir Hürü nənə deyir ki, Fəxrəddin, canım sənə qurban. Mənim buraya gəlməmi gərək heç kim bilməsin. Çünki məlul oğlu, məlul bizi diridir doğra. Dar ağacını çəkər. İndi mən gedim qurban sənə. Sadıq xanım təvəqqə edir ki, burada qalmasın, gedən vaxt məni görməmiş getməsin. Bax, burada qalmasın, amma getməmişdən öncə məni görməmiş getməsin. Mütləq məni görsün, sonra getsin. Fəxrəddin bəy tək. Rüstəm bəy intiqam almaq istər, nə eləmək? Belə vay 50-lə gələn vaydır. Bu da şifa xalqiyyətinin bir nümunədir. 50-lə belə vay, 50-lə gələn vay. Rüstəm bəy günahı yoxdur. Elmdə, sənətdə gerdə qalan millət bizim günümüzə düşər. Yəni Rüstəm bəy də günah yoxdur, çünki elmdə, mərifətdə, təhsildə gerdə qalan millət və bizim günümüzə düşməlidir. Ağsaqqal büzürgüvarımız Rüstəm bəy. Mənim təqsirim nədir ki, mən öldürmək istəyəsiniz? Bir təqsir. Xuday, mən ölümdən qorxmuram. Bax, ölümdən qorxmuram. Amma
Qüdrət sənin əlindədir. Amma rəva deyil ki, mən belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularım çatmamış, cavan bir gəda sifət adamın əlində bir taxsır badar gedəm. Yəni mən ölümdən qorxmuram. Sadəcə bu qədər əziyyət çəkmişəm, oxumuşam. Mənim indi arzularım vardı. Arzularıma yetməmiş ölməkdən heyfslənəm. Yoxsa mən ölümdən qorxmuram. Gəl 3-cü məclis Vaqoğlu Cahangir bəyin bağçasında. Görək burada nədən söhbət gedir? Vaqoğlu Cahangir bağçasında. Cahangir bəy tüfəngə söykənib büküb durub ayaq üstə. Cahangir bəy görək nədir? Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır. Allahın bir bəlasına düşmüşəm. Yemək yox, içmək yox, müflisləşmiş bəyiddə. Bir dəqiqə belə yer fərqa oturmaq yox. Mal dövlət təraz oldu, getdi. Özüm də düşünmüşəm bu günə. Xudaya, mən nə gün eləmişəm ki, sən məni bu hala saldın. Nə qədər özümə söz verirəm, Qurana and içirəm ki, bundan sonra saadət adı çəkməyəcəyəm, olmur. Dəli divanı kimi gecə yarısına keçmiş, atlarım gedirəm, o tərəflərə gəzirəm. Yolu axır nəfəs geri qayıdım. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir. Gərək Fəxrəddin aralıqdan götürülər. Dərdin əlacına baxın, dərdimin əlacı bircə şeydir. Gərək Fəxrəddin aralıqdan götürülər. Yoxsa ayaqyalın başı açıq dərilərdə, təpələrdə məzunam ki, məzunam. Fərhad Məhərrəm daxıllar. Fərhad Məhərrəm Cahangirin təbii ki, dostlarıdır. Bax, Fərhad və Məhrəm. Görək şimdi burada Fərhad və Məhrəmdən hansı ifadələr var? Cahangir nədir? Yenə istir sifətindən qan yağı, suya basılmış toyuğa oxşayırsan. Yəqin yenə o əhvalatdır səni bugün salan. Məhrəmdir. Mən ölüm Fərhad, bərkəl qayda. Cahangir bu hal görməkdənsə görməmək yaxşıdır. Sağ olmuş elə bir xanzadələrin borcunu bundan almaq istəyirlər. Cahangir, əlbəttə elə deyəcəksən. Çotan nə bilir qarşına çəkir. Bax bu da demək şifa xalqiyyətinə götürmüş nümunədir. Həm biz Fəxrəddinin dilindən, həm də Rüstəm Cahangir dilindən bu ifadələri eşidirik. Fərhad deyir, yenə başlayıb rəhmətli ol rəhmət. Bu görək təzədən nə xəbər? Cahangir bəy, məgər siz mənim dərdimi bilmirsiniz? Dəxi nə lazım soruşmaq? Bu köhnə söhbətdir. Cahangir, təzədən nə var? Onu buyur söylə. Cahangir bəy deyir, nə olacaq? Fəxrəddin bəy gəlibdir. Ümid yerim kəsilib. Vəssalam, bundan artıq nə istəyirsən? Mənim ümid yerin kəsilib sonra nə olsun? Evdə oturub dul arvad kimi zıqqıllamaqdan nə ələ keçər? İnsan gərək dərdinə dərman axtarsın. Dərman tapa bilmədi, səbr eləsin. Dözsün, dözə bilməz, boğazına bir çatı salsın, zıqqıldamaqdan iş çıxmır. Baxın, bu Məhərrəmin fikri. Təbii ki, Məhərrəm burada bir bədəkdə zalim obraz kimi yadda qalır. Bax, bunu yadda saxlayın ki, zalim obraz kimi yadda qalır. Fərhad biraz ürək yumşaq, Məhərrəm isə sərt, zalim obraz kimi yadda qalır ki, insan deyir, dərdinə gərək dərman axtaran, dərman tapa bilmədi, boğazına bir ip salsın, özünü öldürsün. Cahangir deyir, necə ki mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm, gecə gündüz belə çevirəm, nə qədər fikir eləyirəm, bir əlac tapmıram. Məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi də deyirsiniz, deyil. Bax, Cahangir burada deyir ki, mənim dərdimin əlacı insan qanıdır. Yəni Fəxrəddin ölməlidir ki, mənim yolum açılsın. Mənim Cahangir deyir ki, mənim dərdimin dərmanı insan qanı. Bax, testlərdə var ha. Mənim dərdim insan qanı ifadə Fəxrəddin özü deyir. Mənim mən bilsəm ki, sənin dərdin insan qanı dərman ola, vallahi mən elə bu saat Əzraili qəbul edərəm. Dərd olur ki, mən elə dərmana inanmıram. Fərhad deyir, Cahangir, mən ölüm, doğrusunu deyir, qızın sənə heç biraz meyli var ya yox, onunla bu barədə danışmısanmı, yoxsa elə uzaqdan məzun olmursan? Cahangir deyir, nə qədər məcə sifariş eləmişəm, cavabı həmişə birdir. Mümkün deyil ki, məndən ciməsin. Təbii ki, biz bu ifadəni demək, Koroğlu dastanında Bolu bəydən Hasan Paşanın qızı arasında olan dialoqda bunu görürük ki, Bolu bəydəki nə qədər demək, sifariş göndərmişəm, demək ki, Dünya xanım deyib ki, iti görüm, qurdu görüm, Bolu bəyi görməyib. Bax, bu ifadə orada var. Bir də yolda görmüşəm, cavab verir ki, zülmə razı olun. Fərhad deyir, indi biz nə edək? Qız razı deyir, atası razı deyir. Evləri qars qalası. Baxın, evləri qars qalası sifat həm Fərhadın dilini eşidirik, həm də biz Rüstəm bəyin dilini eşidirik. Evlər qars qalası, bu nə tövr olsun? Cahangir bəy, aman gündür qardaşlar, əgər bacarsanız müzaqə eləmək. Məhərrəm, heç bir etmə, sizdən savay kömək yerim yoxdur. Məhərrəm deyir, sən Cahangir, qərib adamsan vallahi. Mən necə fikrə getməyəm ki, Rüstəm bəy evini eləyib bir əl çatmaz qala. Fəxrəddin bəy həmçinin. Əlavə tutaq ki, elə biz qadir oldu Fəxrəddin bəyi öldürməyə. Sonra nə olsun? Cahangir, qardaşım, acını tutmasan. Axı sən elə yerini tutmuşsan ki, mümkün olan şey deyil, Məhərrəm deyir. Sadıq xanım deyəndə bir padişah layiq qızdır, sənin mənim tayımız deyil. Axı nə lazım olub ki, bir bitmə işin dalıca düşər. Təbii ki, bu Məhərrəmin ifadədir. Cahangir bəy deyir ki, bayaq dedim, çotan nə bilir, qarşı nə çəkir. Allah sən mənim günümə elə salsaydı, onda bilərdin ki, mən nə haldayam, nə çəkim. Rəhmətli oğlu, Məhərrəm elə söz danışırsan ki, Fəxrəddini öldürmək çox çətin işdir. Vallahi onu elə bu gecə öldürürəm. O ki, qaldı qıza, sən öləsən, çətin bir ələ keçməsidir. Nə qayıracaq? Atılıb düşər, axırı yumuşalar. Təbii ki, biz burada baxın, görürük ki,
Demək, tabisin, demək Məhərrəm, Cahangir. Hə, baxın yoldaş, biz burada gördük ki, mən burada bunu Məhərrəmin adına çıxdım. Məhərrəm adına aid deyil, əslində bu zalım olmaq. Burada bu Fərhada daha çox uyğun gəlir. Baxın yoldaşlar. Çünki Fərhad məhz Fəxrəddini öldürməyi istəyir. Demək Fərhad burada az görünsə də Fəxrəddini öldürmə fikrindədir. Deyir ki, güya Fəxrəddini bəy öldürmək çox çətin işdir. Vallahi onu elə bu gecə öldürəm. O ki qaldı qıza, sən öləsən, çətini elə ələ keçirməkdir. Nə qayracaq, atılıb düşər, axırı yumuşaq. Bax, bu Fərhadın dilində olan ifadə, Fərhad. Demək biz yoldaşlar, Fərhadı biz burada daha zalım görürük. Bax, diqqətli oluruq ha. Mən onu səhvən Məhərrəmlərlə çıxdım, yox, amma Fərhad demək daha zalim biridir. Mərəm deyir, Fərhad, böyük danışma. Vallah, bu saat Fəxrəddin bəyin qapısında 2 gədə var. Bizi diri-dirəyirlər. Nə söyləyərsən? Qız da o sən deyilən qızlardan deyil. Sən onu tanımırsan, onu yaxın getmək olar. Cahangir bəy deyir, ay uşaqlar, siz ki məni yaxşı tanıyırsan, mənim əlimdən nə gələr, nə gəlməz. Heç kim bilməsəz də siz görmüsünüz, siz ki bilirsiniz. Məgər mən Fəxrəddini öldürməkdə aciz qalmışam, əlim gəlmir, saadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olur? Demək, Cahangir bəy burada deyir ki, mən Fəxrəddini günü bu gün öldürərəm, sadəcə olaraq Fəxrəddini öldürərəm, saadət əziyyət çəkər, mənə bir məna yox deyər, ona görə öldürmək istəmirəm. Təbii ki, burada Fərhad deyir ki, Fəxrəddini öldürmək 2 vur 2. Bu dəqiqə deyir, gedim öldürüm, qızı da məcbur gətirim. Fərhad deyir, uzun daimi lazım deyil. Durun ayağa gedək, rizləyək. Bir iki gündən sonra özümüzü vuraq əjdahaların səsinə. Yollara verən Allah ya da bizə, hər nə olar. Ya Fəxrəddini öldürməyə, ya da qızı qaçırmağa. Vəssalam, mənim məsləhətim belədir. İndi özünüz bilin. Mənim baş üstə, buyurun gedək, Cahangir bəy fəsarı çıxırlar. Gəldik 4-cü pərdə. Dəyərli yoldaşlar, demək ki, 4-cü pərdəyə keçirik. Vaqe olur qaranlıq gecədə Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Mələk xanım gəlir, Şahmar bəy əlində tüfəng. Şahmar bəy, yamanca qaranlıqdır, göz gözü görmür. Hacı Murad, Xəlil, birisini diri tuta bilsəydi nə yaxşı olardı. Onda Rüstəm bəydən də bir dəfə xilas olardı. O tutan kimi düz aparıb verərdim divan əlinə, yəni hökumətə. Verərdim. Rüstəm bəyə qarışdırardım işə, necə ki o mənim əmrlərimi işə salır. Qulaqlar cırıldaya gedərdim. Bir yolluq canımız qurtarardı. Hacı Murad və Xəlil gəldilər. Şahmar bəy deyir. Uşaqlar, nə var, nə yox, Xəlil deyir. Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır. 2 qədəmdə adam seçmək olmur. Hacı Murad deyir. Bircə elə hənirtdən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Şahmar bəy, əgər birisini tuta bilsəydik, çox yaxşı olardı. Ancaq Allah xatirinə özünüzü gözləyin. Yoxsa birinci vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq. Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin ev tərəfdə qorxuludur. Burada həm Hacı Rəsulu, demək, Hacı Rəsulun eyni zamanda Səməd kişinin adları çəkir, bu adı episodik rollarda. Şahmar bəy deyir, o tərəfdə cürət edib gələ bilməzlər, ancaq Hacı Rəsulun çəpərinə adam qoymaq gərək. Xəlil deyir, gərək ki, mən özüm orada olduram. Hərgah o tərəfdə gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm. Elə ataram, qalır yerində. Şahmar bəy deyir, çox yaxşı, dəxi durmaq yerdir. Gedin, görək Allaha nə istəyir. Sar hesab olun, özünüzü gözləyin. Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xaraban işi bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinə qan içirlər, mən inanmırdım. İndi özü düşüb əl-ayağa. Bəs necə, oğlan? Elə bilirsən ki, biz burada asanlıqla sürək yeyirik. Bizim yer Almaniyadır. Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər deyil. Fəxrəddin daxili əlində tüfəng. Baxın, Fəxrəddin əlinə tüfəng gəlir. Bəzən suallarda düşür ki, Fəxrəddin əlinə tüfəng gəlir, amma Fəxrəddin əlinə tüfəng gəlir. Xaraba qalasan vilayət. Mən Fəxrəddin tüfəng, nə eləyəsən? Qudurmuş itlərin lazımdır ki, özümüzü müdafiə eləyəsən. Qudurmuş itlərin özünü müdafiə etmək. Bax, bu ifadə məhz Fəxrəddin dilindən işlədir. Bir adam ki, heyvandan seçilməyə ondan əlbət qorxmaq gərəkdir. Şahmar deyir, Fəxrəddin bəy, bizim vilayət ilə Alman necədir? Bir-birinə bənzəyirmi? Fəxrəddin deyir, yalnız xaraba qalsın sizin vilayət. Hələ bir şey yoxdur ki, ay Şahmar. Şahmar deyir, hələ xeyr, hərgah gələn olsa, kənarda bir gədə qoymuşam, it kimi hürəcək, bizi xəbərdar edəcək. Fəxrəddin deyir, demək ki, qoşun keşilikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə ki, vəhşinin adından tayfi olar. Gecə-gündüz bu yuxusuz bir saat gözləyirik, bu budur. Evimizi odlayacaqlar, güllə baran edəcəklər. Şahmar bəy deyir, bəs biz nə edək ki, tamam ömrümüzdən belə keçir, darıxma. Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil, sən get arxan yat.
Fəxrəddin deyir, əlbəttə gedib yatacam, ancaq bura gəlməkdə ki, qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yararlanam. Hərgah bir adam güllə dəysə Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyər. Bax, Allah xatirinə qan tökməsin, eləyin, qaçsınlar ki, səs eləyən qaçıb getsinlər. O yola, demək Fəxrəddin burada qan tökmənin əleyhinədir. Şahmar deyir, sən get arxan yat, qoymaram xəta olar. Elə gördülər ki, biz sər hesabıq, özləri qaçarlar. Qorxma, qoymaram, adam vurular. Allah amanında. Mən gedirəm, ancaq mən ölüm, Şahmar tapşır ki, vurmasınlar. İşitirsənmi? Mən ölüm, deyirəm, ha. Şahmar deyir, qorxma, qoymaram, arxana, gecə yarıdan keçib gedir. Fəxrəddin bəy, hər kəs yatmaq mümkün olsa, yaxşı, xudahafiz. Şahmar deyir, xoş gəldin. Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşər, nə qəribə iş olar. Hər nə desən çıxar o kişidən, 5 namazdan savay. Yəni, o kişidən hər şey çıxar, Şahmarın dilinə eşidirir ki, o kişidən hər şey çıxar, bir dənə namazdan savay. İş bilmək belə olur, ha, indi qardaşına deyir. Yalvarışı qoyma adama zərər yetişər. Bəli, biz onları zərər yetişər. Bəli, biz onları vurmayaq, onlar bizi qırsınlar. Yaxşı məsləhət, görək Allah pənah. Şahmar gedən biraz sonra Fərhad Məhrəm daxil olurlar. Demək ki, Fərhad Məhrəm daxil olurlar. Xoflu yavaşdan danışırlar, baxçıda əllərini tüfək. Fərhad deyir, keçər. Şeytan ağlına gəlməyən iş sənin ağlına gəlir. Demək, Fərhad bunu Məhrəm üçündür. Bax, diqqətli olub, bu ifadə testdə var. Fərhad bu ifadəni Məhrəm üçün deyir, keçər. Şeytan ağlına gəlməyən iş sənin ağlına gəldi. Nərdivanı haraya qoydun? Məhrəm deyir, çəpərə söykəmişəm, təpil. Bax, Fəxrəddin bəy boyuzdur, şamı yandırıb, kitab oxuyur. Mətbəx əcəl girilir. Müəllim, hələ tələsmə, qoy görək nə oxuyacaq. Kitab oxuyur, şəklə baxır, yəqin Sadıq xanımın şəkildir. Fərhad deyir, tamaşa yer deyil, qardaş, tutarlar. Sən biləsən, dərimizi boğazımızdan çıxardarlar. Qurtar gedək. Məhrəm deyir, bax içində bizi kim görə bilər? Mən ölüm, biraz səbirlə, afərin oğlan, pəh. Fərhad deyir, belə dur görüm ha, qoy yatırdım gedək. Sonra tərif edərsin. Demək, Fərhad burada öldürmək istəyir, Məhrəm isə ona qarşı çıxır. Məhrəm deyir, mən ölüm səbirlə, acıda, sən də qorxaqsan. Belə bağçı əslində, belə qaranlıq adamı görmək olar, adam tutmaq olar. Fərhad deyir, bu canım olsun ki, ya sən dəli olubsan, ya da bizə əzəl girə. Bircə fikir elə gör, haradasan, məqam nə məqamdır? Məhrəm deyir, sən nə ağız yaradamsan Fərhad, qoy biraz tamaşa edək, görək Sadıq xanımın ruh rəvanı necə oğlandır. Maşallah, aferin, həqiqətən gözəl oğlandır. Fərhad deyir, olmadı ki, bəsdir, rəng danışma, sən Allah, qoy tamaşa eləyək gedək. Məhrəm deyir, mənim əlim qurusun, əgər belə zamana, baxın, bu Məhrəm sözdür, mənim əlim qurusun, əgər belə zamana, mənim əlim qalsın. Biz əvvəldə pərdə gördük ki, məhz Fərhad deyir ki, Fəxrəddini öldürmək çox rahatdır, Məhrəm isə ona qarşı çıxırdı. Bax, burada da doğrudan da Məhrəm deyir ki, mənim əlim qurusun, belə zamana əlim qalsın. Heyf deyil, adam yarışında Allahsız olsun. Fərhad deyir, Məhrəm, Allaha bax, bu yer nazlıq qəmcə yerdir. Məhrəm deyir, mən ata bilmərəm, əlim quruya. Fərhad, əstəğfurullah. Sən belə deyir, gör, mən onu necə yatırdırım. Məhrəm deyir, olmaz, qoymaram heç vaxt. Əllərini kəssən, dişlərini tutub qoymayacağam və salam. Burada Məhrəm öldürməyə qarşı çıxır. Bəs nə üçün məni buraya gətirmişsən? Yəqin ki, məndə düşmənçiliyim var. Məhrəm deyir, uzun danışma Fərhad, ağıldan. Sənə deyirəm, qoymaram və salam. Fərhad deyir, bizdə də görüm, Cahangir nə cavab verəcəksən? Məhrəm deyir, o sənin borcun deyil, yəni özüm cavab verəcəm. Fərhad deyir, belə məlum olur ki, sən bizə yoldaş deyilsən. Bəlkə hə? Məhrəm deyir, baş aparma Fərhad, adam kimdir? Cənab tüfəng səsi gəlir, Fəxrəddin şamı söndürür və Məhrəm Fərhad qaçırlar. Pəlcə, tərpənmə, boynu sulurum. Şahmar bəy, acıdə, qoyma, qabaqla. Hara qaçırsan, qoyma, acıdə. Şahmar bəy, Hacı Murad deyir, tutun, acıdə, qoyman getdi. Xəlil tüfəng el atmazlar, al gəldi. Hacı Murad, tutmuşam, gəl, acıdə, tərpənmə, öldürürəm, hara tərpənsən, öldürürəm bu saat. Xəlil o birisi necə oldu, acıdə, at qalsın yerində qoyma qaçdı. Şahmar bəy, qorxma, gəldim, buraxmayın, bağlı qollarını. O birisi necə oldu aşağılar? Xəlil də o birisi apardılar. Tez-tez tüfəng atılır və səs uzaqlaşır, qoyman apardılar. Burada demək biz görürük ki, uşaqlardan birini tutulur, birisi qaçır. Həzrət Sadıq xanım gəl. Mənim ağlım kəsmir ki, bugün Mahmud şəhərə getmiş ola. Sadıq xanım təbii ki, Mahmudun bacısı idi. Mənim ağlım kəsmir ki, Mahmud bu şəhərə getmiş ola. Heç elə gün olmaz ki, bizim evimiz bu mərtəbədə yiyəsi qal. Qədidələrin biri də evdə yoxdur. Qalmıram, bu nə işdir? Deyirəm, yoxsa bu evi yıxılmışlar, o tərəfə gediblər. Gülbardır, mən özümdə qalmıram. Mahmud gedəndə mən dedi ki, şəhərdə işim var. 1-2 gündən sonra qayıdacağam. Hürdür, mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşanda 1-2 saat sonra tüfəng əli götürüb get. Bax, Hürnəndə ki, mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşanda 1-2 saat sonra tüfəng əlində getdi. Deyəsən, elə o bədbəxt uşağı o tərəfə keçsin. Bax, bu Hürnəndən dinlənilən ifadədir.
Gülbahar xanım deyir, yavaş bir ay qız, bu nə səsdir? Ay başına dönüm. Sadıq xanım deyir, biraz sakit olun görüm. Biz burada durun, siz burada durun, mən görüm nə məsələdir, bu saat qaydam. Hürü deyir, heç bir iş görməyəm ki, sənin evinə bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atası yerinə od vurub qardaşlarını öldürsən. Belə yox olasan sən, ay Rüstəm bəy, yox olasan. Gülbahar deyir, Allahın qəzəbinə gəlsin görüm onu. Evi başına utsun, tarmar olsun, Sadın canından uzaq yerə. Hürü deyir, valla əgər Sadıq olmaya, mən bu evdə bir günə qalmaram. Deyirəm, nə bilim, bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalar, Saadətin işini qurtarar, çıxar gedə evimizə. Gülbahar deyir, yox, bu evi yıxılmır, Rüstəm bəy fərağat oturmayacaq. Öləncə barışıq ola bilməz. O elə məlul deyil. Sadıq xanım tələsə gəl. Hürü nənə, Mahmudun çıxasını, Əhmədin yapıncısını, papaqlarını tez buraya gətir. Tez ol. Sual lazım deyil, durma. Demək, Mahmudun yapıncısını, Əhmədin çıxasını. Xuda bilmirəm, biz nə günah eləmişik ki, bu qədər müsibətli bizim başımıza gəlir. Gülbahar titrəmək vaxtı deyil. Bu dəqiqə sən gərək gedəsən. Bax, Gülbahar, demək, Saadət Gülbaharı öz gəlinlərini geyindirir ki, çıx get buradan. Bu dəqiqə sən bura gedəsən, burada artıq qala bilməzsən. Evin yıxılsın ata, evin yıxılsın. Gediblər, qırğın olub çoban söylər. Çoban dilində olan ifadəni Gülbahar, demək Saadət xanım bilir. Saadət xanım deyir ki, çoban dedi ki, qırğın olub və Gülbahar, sən burada qala bilməzsən, çıx get. Yəni Saadət bu ifadələri eşidəndən sonra Gülbaharı yola salır ki, getsin öz atasının evinə. Gülbahar xanım deyir, canım sənə qurban Saadət, yoxsa atamın evi yıxılıb. Uy Allah, ölüm mənimdir. Saadət xanım deyir, ağlamaq yeri deyil. Gey çıxanı, papa qoy başına. Hür nənə, sən də tez olun, bax ha. İndi Allah amandı durma. Gülbahar məni yadından çıxartma. Gedin, Allah sizə yar olsun. Gedin yoldan kənar. Özünüz də bağçanın dalında çıxın. Gülbahar deyir, yazıq canım, vay yurtsuz yuvasız canım vay. Saadət, ölüm yaxşıdır ayrılıqdan. Saadət deyir, Allah kərəmdir, gedin gedir. Görün mənim başıma nə müsibətlər var. Səs gəlir, Saadət xanım irəli gedir, kimsən, yaxın gəlmə adını deyir, yoxsa Rüstəm bəy baxçıdan gəlir, atası. Mənəm Saadət, qorxma. Salamatsınızmı ata, dəxi məndə can qalma. Belə iş olmaz ki, siz mənim başıma gətiribsiniz. Rüstəm bəy deyir, qorxma qızım, bir elə şey olmur. Sən getsəli yad adam var. Saadət xanım deyir, belə iş olmayıb, nə deyən sözdür ata? Bəs Mahmud ana, Allah məni öldürsün, qurtarsın sənin əlindən. Sənə deyən bir elə şey olmayıb, get qalma, eləmə. Cəmat bura tökmə. Əhməd qoluna girib yavaş-yavaş Mahmudu gətirirlər. Saadət xanım deyir, uy qardaş, bacın ölsün, ay qardaş. Sənə nə olub, ay qardaş? Rüstəm bəy deyir, Saadət, çığırıb bağırıb aləm bura tökmə. Allah xatirinə. Mahmud deyir, qorxma Saadət, qorxma. Sənə mən söz verdim, mən deyən olma. Yəni söz vermişdim, qırğın olmayacaq, amma oldu. Allah şirir, Rüstəm bəy deyir, bir yastıq tez ha. Qorxma, yazsar, mərdanı oturt, Əhməd gir qoltuğuna, ha belə. Mahmud bəy deyir, tələsməyən, qoyun biraz dincəlim. Uf, yavaş-yavaş. Saadət xanım deyir, o günlə bacının gözlərindən dəyəydi. Ay qardaş, baxın, bu ifadən bir neçə yerdə işlədiləcək bu. O günlə bacının gözlərindən dəyəydi. Ay qardaş, yazıq qardaş. Dincəldin mi? Ay ata, dincəldin mi? Rüstəm bəy deyir, bir qaçı tez ha, yara gərək bağlanam. Bağlanmasa olmaz. Bəlkə xətərli yaradır. Qolunu belə başına dönüm. Çıxart, Əhməd. Mahmud deyir, yavaş-yavaş tərpətmə, qoy biraz dincəlim. Rüstəm bəy deyir, qan çoxmu gedib, ay gedər. Əhməd, bilmək olmur, ay ağa, indi kimə axdı getdi, qanına qayırır. Saadət əlində qaysı gəl. Sən belə dur, Əhməd, bacının gözləri qurban, qardaş. Əhməd, belə tut, ha, belə. Yavaş tut buradan, çıxart, yavaş-yavaş, bu saat. Canım sənin qurban, çıxart, ha, belə. Rüstəm bəy Saadətə, indi sən belə dur, özün də buradan get. Əhməd üsullu, böyürlü üstə çevir. Yaxşıdır, çox incitmə. Bu yaranı bağlasan, yaxşı deyil. Saadət deyir, elə demə, deyilən ki, evin yıxılıb, vəssalam. O güllə bacının sağ gözündən dəyir. Bax, Saadət öz qardaşı, demək Mahmud üçün deyir ki, o güllə bacının sağ gözündən dəyirdi. Ay qardaş, axırı sənin nə işin var dilə yerlərdə? Yazıq qardaş, mehriban qardaş, dincəl ata, evi yıxılmış ata, dincəl. Rüstəm bəy deyir, Mahmud, niyə durun danışmırsan? Ay başına durun, Mahmud, başın biraz dikət, ay gedər. Bu Vəli hansı cəhənnəmdə qaldı bilmirəm. Vəli ilə Əhməd nökərlər idi. Əhmədin dilindən ifadə eşidir. Ağa, Cahangir bəyim Vəlini tutdular. Bax, Əhməd deyir, ağa, Cahangir bəyim Vəlini tutdular. Yazıqlar şirkimə əlləşdilər. Olmadı. Zalim uşaqlar güya ki, bizim yolumuzu gözləyir. Demək, Əhməd deyir ki, Vəlini tutdular və Cahangir tutdular. Saadət xanım deyir, uy qardaş uy, ata, evin başına uçsun. Ata, bar üzünü qibləyə çevir. Rüstəm bəy deyir, Mahmud, axı Rəşid bəyin qardaşsan, sən niyə belə yasır olsan? Mahmud, niyə dinmirsən? Qoca atan sənə qurban. Artıq biz burada Rüstəmin övladının ölümündən peşmançılıq hissi yaşadığını görürük. Saadət xanım deyir, bacın gözlərini qurban qardaş, Allah çağır, salavat çevir, kəlməni deyir, ürəyinin sözünü deyir.
Nakam gedən qardaş. Mahmud zəif səslə Gülbahar. Sadıq xanım deyir, Gülbaharı çağırırsanmı? Çağırım mı gəlsin? Rüstəm bəy deyir, canımı ot salma, ciyərimi dağlama. Nakam gedən oğlum. Təqsir məndədir, ay oğul. Mən baxın artıq öz günahını etiraf edir ki, təqsir məndədir, məndədir. Mahmud deyir, Gülbaharın xəttinə dəyməyin, incitməyin. Sadıq xanım deyir, qorxma ay qardaş, mən öləcəm, qoymaram Gülbaharı güldən ağı söz deyiləm. Gülbaharın sənə qurban, bədbəxt qardaş. Rüstəm deyir, ay oğul, aman gündür, mənim evimi yıxma, məni imansız eləmə. Əhməd deyir, o görə dəyərdi mənim sağ gözümü. Bax, burada Güllə mənim sağ gözümü dəyərdi ifadəsi həm demək ki, Sadıq xanım qardaşı Mahmud haqqında deyir, eyni zamanda Əhməd də öz ağası haqqında deyir. Ay yazıq ağa, ay yazıq fəqir ağa. Elə adam vurma, deyin, yalvarın ki, ayağa məzlum ağa. Rüstəm deyir, bizi səsini çıxart, ay oğul, malım döldün sənə qurban, ay oğul, evimə o düşsəydi, Mahmud, dilim quruyaydı, Mahmud. Sadıq xanım deyir, sən qardaşımı tufana verdin ata, sən qardaşımı tufana verdin ata, sən yıxdın evimizi, yurdu dağılsın ata. Uy başınıza dönüm, qardaşım keçinir, üzünü qibləyə çevirin, evi yıxılmış ata, yurd yuvası tarmar olmuş ata. Barı qoyma qardaşım quransız keçinə. Ay Allah, yazıq qardaşım Mahmudu qucaqlar. Rüstəm bəy Mahmuda baxın. Əhməd, xalçıdan tut, belə çevir. Dilim quruyardı oğul, üzünü qibləyə çevirlə. Biraz da belə sənin namus yolunda bada verdim oğul. Əhməd yuyur, molla dalınca. Əhməd deyir, evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə quran, gecənin bu vaxtında molla nə qayırır? Yetirməz, keçibdir. Sadıq xanım deyir, tez Quran götürüb, ay qardaş, qulaq as, gör bacın üstündə necə Quran oxuyar. Demək, Sadıq burada öz qardaşı üzərinə Quran oxuyur. Quranı açır, Bismillahirrahmanirrahim, qəşş eləyib yıxılayan özündən gedir. Sadıq xanım özündən gedir. Rüstəm bəy, ayaq üstə baş açır. Ay gedə, o xəncəri sox mənim ürəyimin başına. Baxın, ay gedə, o xəncəri sox mənim ürəyimin başına. Atam sənə qurban. Məni öldürün, ay cəmaat. Mən bimanı dünyada sağıb qoymayım. Başınıza dönün, Mahmud. Ev eşiyimi bu saat od vuracağım. Mahmud, səndən sonra mənə heç bir saat lazım deyil. Mahmud, Əhməd, od gətir, küləş gətir. Yurdumu gərək xaraba qoyum. Uy Mahmud, belimi sındıran oğul. Yəni, evini yandırmaq istəyir. Əhməd deyir, qurtardın ağa, dünyanın qılqanına. Heyf sənə, səndən sonra mən bu evə üz döndərmə. Baxın, artıq burada Əhməd bunu öz ağzı Mahmud haqqında deyir ki, səndən sonra mən bu evə üz döndərmərəm, qanına əvəz eləyəm, baş götürüb gedirəm. And olsun sənin canına. Külfətdən əl çəkib, Əhmədin sözü testi var. Külfətdən əl çəkib, vətəni atıb, yurd yuvanı dağıdıb, baş götürüb gedəcəm. Ta bu ömür olmadı. Özümü sənə qurban edirəm. İndi get qəbirdə rahat yat. Qanına qan elərəm, qorxma. Ağa, Mehriban ağa, Rəhimli ağa, Nakam ağa. Gəldik sonra növbəti, demək 6-cı məclisə baxaq. Gəldik sonra 6-cı məclis, Vaqul Fəxrəddin bəy mənzilinin qabağında olan bağçadır. Əhməd gəlir. İndi Əhməd gəlir ki, Fəxrəddini öldürsün. Əhməd ətraf baxa-baxa gəlir, ay bivəfa puç dünya, bu az müddətdə gör necə gözlü oğlanlar bada getdi. Əhmədin dilənə ifadələr. Rəşid bəy getdi, Mahmud bəy getdi. Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu. Cangir bəy yurd yuvasını dağıtdılar, can dustaxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükür, özü dönür bir yumağa, tüfəngini sazlayıb gizləyib. Fəxrəddin bəy gəlir baxçaya. Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya. Heç belə yorulmamışdım ki, bugün yorulmuşam. Bizim bu cəmaat ilə məgər iş görmək olar. Günbəgün, saat nə qədər yaxın bələd oluram bunların bu xasiyyətinə, bir o qədər aşağı görürəm ki, bir gül ilə bahar olmaz. Bax, bu ifadə Fəxrəddin dilindəndir, yadda saxlayın, testdə var. Bir gül ilə bahar olmaz. Dəxi məni təngi gətiriblər. Ovqatım olub təl. Ələl xüsusi biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır. Və diqqətli olacaq ki, öz demək, bədəki Mahmudun müsibətinə də Fəxrəddin sarsılır. Hacı Murad bir səndəl gətirib, bir cüdü şam, biraz və bir mis. Hacı Murad, Xəlil necədir? Yara sağalmı? Yaxşıdır indi ağa. Gədə az qalmışdı ölsün. Qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxıbdır. Fəxrəddin deyir, çox şadım. Hacı Murad, səhər tezdən gedərsən Əhməd bəyin yanına, bir araba da apararsan, təhəng çubuğu verəcək, gətirəcək. Əlavə bağbanlara deyərsən ki, aşağı bağı tamam kəlləsələr eləsinlər. Gözüm də gələcək. Hacı Murad bəli ağa baş istər. Fəxrəddin bəy qəzetə baxır, gedə bilərsən, Hacı Murad baş vurub gedir, vallahi billahi doğru yazıblar, haqları var. Bizim kimi vəhşi tayfənin dünyada üzündə gərək yeri olmasın. Hara baxırsan, heç bir könül şad edən şey görmürsən. Heyf sənə gözəl şərit, heyf sənə gözəl İslam ki, biz vəhşi olub qədir qiyməti qanmırıq. Tüfəng atlı Fəxrəddin bəy yıxılıb tez qalxır, Hacı Murad tələsik gəlib onu qucaqlar. Hacı Murad deyir, ay başınıza dönüm, aman gündür gəlin. Nə oldu ayağa, nə oldu başına dönüm? Fəxrəddin bəy deyir, bir müvrət oğlu, bir insaf oğlu. Hacı Murad deyir, ay dad, ay Fərəd, amandır, gəlin, başınıza dönüm. Gəlsənizmi, Şahmar bəy Xəlil?
Fəxrəddin bəy, mən otur, həkimi çağır, Xudaya şükür, qəlbimlə müsibətdir, müsibətli müsəlmanam. Vəhşilik, elmsizlik, nadanlıq. Bəli, nə eləmək qəza işidir. Şahmar əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boyunda asılı tələs gəlirlər. Xəlil çünki yaralı idi, qolu boyunda asılı şəkildə gəlirlər. Hacı Murad Şahmarın bəydən tüfəngi alıb qaçır. Hacı Murad gedir ki, demək, biz burada görürük ki, demək, Fəxrəddini Əhməd öldürür, Əhməd də Hacı Murad öldürəcək. Şahmar bəy Fəxrəddini qucaqlar. Xəlil, həkim, tez, qorxma, başına dönüm, qorxma, canım sənə qurban. Hacı Murad çöldən səssiz gəlir. Hacı Murad deyir, ay namərd oğlum namad, hara qaçırsan, qanını içəcəm. Qaçma, ay gedə, vallah səndən əl çəkməyəcəm. Mələk xanım gəl, Allah amandır, Allah. Allah özün rəhmilə, qorxma, gözlərinə qurban. Otur Fəxrəddinin yanına. Uy, ay Fəxrəddin, bu nə işiydi, biz düşdük. Gülbahar xanım Fəxrəddin qayıqlarını qucaqlayaraq. Gülbahar təbii ki, onun bacısı idi, Mahmudun yoldaşı. Uy, ay qardaş, uy yazıq qardaş, Fəxrəddin bəyim. Qorxma, çıxart libasını, hərkət ağciyərə dəyməmiş olsa ümid var. Şahmar bəy deyir, Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin belə müsibətini görməyəydi. Gülbar xanım yaylıq və yastıq gətirib, qoy buraya, ha belə uzun, canım sənə qurban, yaranı bağla. Fəxrəddin bəy, həkim necə oldu, nəfəsim darxır. Gülbar xanım, darxın nəfəsinə günü qara, bədbəxt bacın qurban, Fəxrəddin, uy yazıq qardaşım. Hürü təzə daxıllar. Güllə kimə deyib, başınıza dönüm. Bu nədir, Allah, bu nədir? Fəxrəddin, aman gündür. Fəxrəddin, evin yıxılsın, Mələk xanım, başını əlləmə düşsün. Mələk xanım, dincəldinmi? Mələk xanım deyir, ay cəmat, məgər ciyərindən çıxan tüstünü görmürsünüz? Yandım, Allah, dilim lal olaydı. Fəxrəddin, gözlərim kör olaydı, Fəxrəddin. Gülbahar xanım deyir, uy Allah, uy Şahmar, bir belə qan gedərmi? Qoyma başına dönüm, amandır, Allah, amandır. Allah, sən özün rəhm ilə bizə yazğın gəlsin. Fəxrəddin deyir, mazal vermədi, bir vaxt heyf. Gülbahar xanım, ay başına dönüm, həkim necə oldu? Ayata, evinə od düşəydi, ayana, yurdum tarımal olaydı, ayata. Həkim necə oldu, başınıza dönüm? Həkim, qaçır çölə. Şahmar bəy deyir, ürəyimi incidirmi qardaş? O güllə mənim sağ gözümdən dəyər. Bax, bu ifadəni biz Saadətin dilindən də eşitdik ki, qardaşı Mahmuda deyir, Əhmədin dilindən eşitdik ki, ağası Mahmud üçün deyir, Şahmarın da dilindən eşitdik ki, qardaşı Fəxrəddin üçün deyir. Fəxrəddin bəy, məktəbxana, azarxana məndən sonra tək nişanadır, dağıtma, saadətə hörmət elən, düşməni bağışlan. Bax, qan tökməyin əleyhinəki düşməni bağışlan. Şahmar deyir, Şahmar adlı qardaşın ölsün Fəxrəddin, yaman yerdə evimizi tarmar elədim. Fəxrəddin bəy deyir, Şahmar, can Şahmar, nədir başına dönüm, sözünü deyir. Fəxrəddin deyir, Saadət. Şahmar deyir, buru nənə, canım sənə quran. Saadət xanım qonşuda dayısının evindədir. Bax, burada biz Şahmarın dilindən eşidirik ki, demək, Saadət qonşuda dayısının evindədir, çağır gəlsin, ciyərim odlanı Fəxrəddin. Demək, Şahmar deyir ki, bəli, Şahmar hürünəniyə deyir ki, get qonşuluqdan Saadəti çağır. Hacı Murad gəlir, ağa, sənin bu halasanı cəhənnəmə vasil edim. Amma heyf sənə, kəş o güllə mənə dəyəydi. Ölüm Allah əmridir, ağa, ancaq ağlıma qoymur danışmağa. Fəxrəddin bəy deyir, əşhədü əllah illallah, əşhədü ən Məhəmmədin Rəsulullah. Kəlmə şəhadətdir. Təbii ki, Saadət xanım daxil olur, Hürü ilə belə odur. Hürüyə oturur Fəxrəddin yanında. Xəlil oturur Fəxrəddin yanında. Xəlil Hacı Murad çölə çıxırlar. Şahmar bəy gəlir, Fəxrəddin, bir gözün az gör bizə kim gəlibdir. Saadət xanım deyir, Fəxrəddin, mən səni yekə bir pəhləvan hesab eləyirdim, Saadət xanım deyir. Bəs sən belə imişsən, Fəxrəddin bəs Saadət əlindən tutub. Ağlıma mərdanə ol, qəza işidir. Təzə bağda dəfn eləyin, qan tökmək kifayətdir. Saadət xanım deyir, mənim bu yanlı ciyərimin göz yaşı söndürməz. Fəxrəddin, necə gözəl arzularımız qaldı, Fəxrəddin. Bu dünya heç pus dünya imiş, Fəxrəddin. Heyf sənə, heyf. Bu pis murdar ömrü müsəlman qardaş dəxi bədxə elə. Bu müsibət məgər nadanlıqdan, elmsizlikdən deyil. Mələk xanım dəli sifətini daxılan. Yanıram, vallah yanıram, billah üstümə su tökün, başıma dönüm. Heydər, gəl, Şahmar qoyma, evimizə od düşün. Ay aman, yandıq, Allah qəşş elə. Şahmar bəy diqqətlə baxıb, belimi sındırdın qardaş, ümid yerimi kəsdin qardaş, gedirib ağlaya. Saadət xanım gəlir, Hürü nənə, Mələk xanım apar çölə, biçara dəli olacaq. Saadət xanım deyir ki, Hürü deyir, Mələk xanımı durğuzub aparır, dur gedək, dur başına uçmuş, xanıman dağılmış, dur gedək, dur. Öz əlinlə öz evini yıxdı. Mələk xanım gəl, apar məni sal quyuya, atam anam sənə qurban, Hürü, Fəxrəddin balam var, cavan oğlum var, Heydər, gəl balamın sevgilisinin yanındadır, gəl toy elə, Heydər, gəl. Saadət xanım indi tək olaraq gör nə deyir burada, sonunda bax bu hissədən testlərə çox suallar düşür. Belə namərdin olmazsa sən elədin Fəxrəddin. Uf, ürəyimin bir dağ çəkdim, ölənəcəm, yandıracaq Fəxrəddin. Mən səni bu mərtəbədə istəməzdim, Fəxrəddin. Bir dəqiqə bu dünya sağ qalmaz. Yəni, mən səni istəməsəydim, bu dünyada sağ qalmazdım.
Ölsəm əziyyətdən xilas oluram. Yəni ölmək əziyyətdən xilas olmalıdır. Fəxrəddin, onu istəmirəm. Nə qədər canım sağdır, sənə taziyədar qalacağam. Gündə 5 vaxt qəbrin başına dolanım, azarxanada, məktəbxanada mücavirə edəcəyəm. Səndən sonra ömrümün uzun ola bilməz. Fəxrəddin, vəsiyyət edəcəyəm. Qəbrimizi bir etsinlər. Heyf sənə Fəxrəddin. Bu vəhşi nadanlar sənin qədir qiymətini bilmədilər. İndiyə kimi həya qoymayıb əlindən öpüm, həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm. Ayrılıqdır. Fəxrəddin qucaqlayıb öpür, nəfəsim gəlmir. Bismillahirrahmanirrahim. Xudaya, mən necə bədbəxt yaram ki, gör kimlərin üstünə Quran oxuyuram. Həm qardaşının üzərində, eyni zamanda həm də demək sevgilisinin Fəxrəddin üzərində Quran oxuyur. Məgər belə müsibət çəkmək olar? Dağlanmış sinəmi para-para elədin Fəxrəddin. Bismillahirrahmanirrahim. Ciyərim dağlandı. Fəxrəddin qucaqlayıb qəş şeylər özündən gedir. Saadəti qaybana, qaybdən demək, qeybdən bir səs gəlir təbii ki. Bax bu səs də demək imtahanda düşmüşdü və həsratı qoydu fələk binava səni, aləmdə dərd çəkmək gördü rəva səni. Dünya evində olmadı bir yaxşı gün nəsib, övrətlər içrə eylədi bəxtiqarə sən. Burada sən təhlilinə baxaq. Əsər 1896-cı ildə dramatik növdə faciə yanrında yazılıb. Azərbaycan ədəbiyyatında faciə yanrının ilk nümunəsidir təbii ki. 6 məclisdən ibarətdir. Faciə yazdıqdan sonra 1901-ci Bakıda tamaşaya qoyulub. Əsərin əvvəlki adı çəkmə-çəkə bilməzsən Bəşr Fələyin yayı idi. Əsərin mövzusu ilə bağlı fərqli fikirlər söylənmişdir. Bəzi tədqiqatçılar onda mülkədar məişətindən danışıldığını iddia etmiş, başqaları isə ona nəsil ədavəti, qan davası haqqında əsər kimi səsləndirmişdir. Əslində poezinin mövzusunda daha geniş, onda qoyulan problem daha ciddi və dramatikdir. Nadanlıq, elmsizlik və s. Faciə Vəzirovun mənəvi azadlıq, humanizmlə bağlı ideyaları, tərəqqiyə, xoşbəxt həyata ciddi maneə olan cəhalət, nadanlığın ifşası ilə bağlı mütərəqqi fikirlər öz əksini tapmışdır. Əslən sülh xətti nadanlıq, cəhalət hökm sürdüyü cəmiyyətdə yeni yaranmağa başlayan mütərəqqi qüvvələrlə hakim mövqe tutan mürtəci qüvvə arasında kəsin ziddiyyət, ölüm dirim mübarizə təşkil edir. Əslən Rüstəm bəy, Mərəş xanım, Şahmat bəy qan intiqamına sayan obrazlardır, mənfi obrazlardır. Rüstəmdir, Mərəşdir, Şahmardır. Rüstəm obrazı mədəni geriliyin nəticəsi olan cəhalət və nadanlığın qan intiqamı kimi mənfi adətlərin hökm sürdüyü, günahsız insanların qətlə yetirilməsinin qəhrəmanlıq sayıldığı bir mühitin yetirməsidir. Rüstəm bəy piyesin lap əvvəlindəki monoloqu onun düşüncələrini, həyata baxışını, xarakterindəki mühüm cəhətlə üzə çıxarır, köhnəliklə yeni üzə gələcəyini, hadisələrin kəskin istiqamət alacağını qabaqcadan xəbər verir. Rüstəm bəy mühafizəkarlığı, qəddarlığı yalnız Fəxrəddinlə, evini viranə qoyduğu digər bəylərə bağlı deyil, bu naqisli oğluna, qızına münasibətdə də özünü göstərir. Öz xudibin mənəmli hisslərinə qurban verdiyi övladlarının ölümündən sonra Rüstəm bəyin faciəsi əslində köhnəliyin faciəsidir. Oğlu Mahmudun bəyin ölümünü günahkar olduğunu anlayan Rüstəm bəy, məni öldürün ay cəmaət, mən bir imanı sağ qoymadım deməklə öz məğlubiyyətinin labüddünü etiraf etmişdir. Eyni zamanda Rüstəm bəyin bir ata kimi övladların məhəbbəti, qızı saadəti oxutdurması, təhsilli ziyalı kimi yetişməsinə imkan yaradılması, oğulların ölümündən sonra sarsılması, gec də olsa dərk etməsi, nökərlərinin Əhməd və Vəli öz övladı kimi yanaşması ziddiyyətli obraz kimi səciyyələndirir. Bax, bu hissə testlərdə var, diqqətli olacaqsınız. Ziddiyyətli obrazdır. Çünki həm övladlarını qan davasına sürüşdürür, eyni zamanda övladlarına təhsil verir, öz nökərlərini övladı kimi sevir. Ziddiyyətli obrazdır. Rüstəm bəyə görə Fəxrəddin gənc olduğu və böyük arzularla yaşadığı üçün Nakim Rəşid bəyə arzuları gözündən qalan Fəxrəddinin az-çox əvəz edə bilərdi. Əsər Rüstəm bəy monoloqla başlayıb Sadıq xanım və Səda-i Qaybanı qeybdən gələn səsi ilə bitir. Səda-i Qaybanədə qəza və qədərə inam, alın yazısı qarşısında insanın gücsüzlüyü kimi məsələlərdən danışır. Rüstəm bəy Heydər bəyin qardaşları naxıqdan diyar-bədiyar salır, Heydər bəy əvəzinə Rəşidi öldürür, Rüstəm bəy Heydər bəy öldürür, Gülbaharı zorla evinə gəlin gətirir. Bunlar Gülbahar və Rüstəm bəyin nitqindən verilir. Rüstəm bəy Fəxrəddinin Azarxanı məktəb açmasına Əhməd xəbər verir, əsərin əvvəlində var. Rüstəm bəy Mahmudun qarşısında iki şərt qoyur. Birinci şərt ki, Gülbaharı öz qapısına geri qaytar, mən öləndən sonra düşmən qızı dövlətimə şərik olmaz. İkincisi isə Heydər bəyin evindən tarmar eləyib Rəşidin intiqamını al. Rüstəm bəy məkirli planlar Gülbaharı eşidib Saadətə danışır. Saadət onlardan xəbərdə olması üçün Hürün nənə vasitəsilə Fəxrəddinə xəbər verir. Mahmud nahaq yerə qan tökmə icazə verməyəcəyini qızlara deyir. Rüstəm bəy gəlinin imkanında ağlına şikayət etmir, düşmən qızı olduğu üçün var dövlətinə şərik olmağını istəmir. Fəxrəddin təhsilini tamamla vətənə dönən, böyük arzuda yaşayan bir obrazdır. Xalqın maariflənməsi, ölkəsinin qabaqcıl mədəni ölkə sırasında yer alması ən böyük arzusudur.
O vaxt itirmədən əməli fəaliyyət başlar, öz xərci ilə xəstəxana, məktəbxana açır, təsərrüfatları yenidən qurur, onu gələcək daha genişləndirməyi planlaşdırır. Yenilik tərəqqi arzusu, həvəsi onu bir anda olsa tərk etmir, lakin ətrafında baş verənlər, eşitdiklər bu gənc maarifpərvər mövzudur. Avamlığın cəhalətini hökm sürdüyü, qara qüvvələrin at oynatdığı müddət tək olduğunu alınan bir xeyirxalq, bu xeyirxalq humanist gənc bir güllə bahar olmaz nəticəsində gəlir. Bax, Fəxrəddin dilindəndir. Fəxrəddin zülmət səltənətində bir nur kimi parlab tez söndürür. Onun əsas vacib tək və gücsüz olması idi. Fəxrəddin bəy öz münasibətlərini müsibət və müsəlman adlandırmaqla elmsizliyə, cəhalətə, şəriət qaydalarına və dini ehkamlara əməl olunmamasını nəzərdə tutur. Fəxrəddin işləri yoluna qoyub, Rüstəm bəylə barışmaq fikrində olur. Fəxrəddin müsəlmanlara vəhşi nadan adlandırır. Bir gün bahar olmaz, çünki onun dəyirmançı, çağır gəlsin Dənkör oğlu. Belə vay elişə gələn vaydır kimi ifadə Fəxrəddinin dilindən verilir. Yəni, şifa xalqəbətdə olan nümunələr təbii ki, Fəxrəddinin dilindən verilir. Fəxrəddin vəsiyyət edir ki, onu bağçada bastırsınlar, məktəbxana, azarxana ondan sonra tək nişan edir, dağıtmasınlar, sadəti hörmət etsinlər, düşməni bağışlasınlar. Fəxrəddin son nəfəsində intiqamının alınmasına razı olmur. Bu məqam ana fazisi təbii ki, Qampolad obrazı ilə onun arasında oxşarlıq yaradan cəhətdir. Cəmiyyətdə hakim mövqe tutan bu cür tərəqqi mane olub qayda qanunlara, adət-ənənələrə qarşı çıxan Fəxrəddin cismən məhv olsa da, köhnəliyin təmsilçisi olan qüvvələrin üzərində qələbə qazanır. Bax, ona görə də faciə yanırdı ki, cismən məhv olsa da mənəvi cəhətdən qələbə çalır. Sadıq xanım dramaturgiyamızın ilk maarifçi qadın obrazı, yadda saxlayın ki, ilk maarifçi qadın obrazı Sadıq xanımdır. Fəxrəddin həmfikir olan bu nəcib, ağıllı qızın onun fəaliyyətini yüksək qiymətlə dəyərləndirir, ona yardımcı olmağı arzular. Atasının əməlləri bəyənməyən, işıqlı ideallar yaşayan Sadıq xanım onun qara niyyətini, Fəxrəddini öldürmək istədiyini biləndə həddini boğa bilmir, qardaşına öz mövqeyini bildirir. Bax, bu Sadıq xanım dilindəndir. Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürvət gərək. Atamızın bir ayağı qəbirdədir. Lazımdır ki, biz mane olaq. Onun vəhşi işlərə nə olubdur axır? Bəs deyil. Ailələrin düşmənçiliyi Fəxrəddinlə Sadətin məhəbbətinə mane ola bilmir. Onların düşüncə, arzu, həyata baxışları arasında yaxınlıq yeni dünya insanların yetişdiyini işarə idi. Fəxrəddini onun arzu və əməllərini hamıdan çox Sadıq xanım duyur, anlar və qiymətləndirir. Onları təsir hissi ilə dediyi sözlər buna bir daha təsdiq edir. Heyf sən Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini, qiymətini bilmədilər. Əsərin sonunda bəlli olur ki, Sadıq Fəxrəddinin arzularını həqiqətə çevirmək uğrunda çalışacaq. Özü dediyi kimi, Fəxrəddindən sonra onu yaşadan bu istəklərdir. Sadıq xanım əsərdə Mahmud və Fəxrəddin üzərində Quran oxuyur. Sadıq əsərin sonunda ilahidən özünə ölüm arzulanmır, deyir, ölmək, can qurtarmaq ola bilər. Sadıq cəmiyyətdə baş verən haqsızlıqların səbəbini elmsizliklə görür. Sadıq xanım dava xəbərini çoban verir. Gülbahar Sadətin məsləhəti ilə ata evinə dönür. Fəxrəddin ölümdən Sadıq onu görə. Fəxrəddin ölmədən Sadıq onu görə bilir. Sadıq 6-7 il oxudub təsnif edən Fəxrəddin olub. Bunu biz Hürnənənin dilindən eşitirik təbii ki. Dramatik əsərdə Mələş xanım, Şahmar bəy, Cahangir bəy, Mahmud bəy, Əhməd, Gülbahar, Hürnənə kimi fərdi xüsusiyyətlə seçilən fərqlənmə obrazlar yaratmışdır. Rüstəm bəyin evin xaraba qoyduğu Topdağılmaq Cümşüd bəy, Eşixanalığına görə Rüstəm bəyin yurdunu xaraba qoyduğu Kərim xan, Hacı Rəsul, Səməd kişi kimi obrazlar təbii ki, əsərdə adları çəkilir. Bunlar episodik sürətlərdə iştirak etmirlər. Fəxrəddin bəyin anası Mələş xanım, qardaşı Cəhalətin hökm sürdüyü mühitin tipik nümayəndələridir. Onlar Fəxrəddini qan davasına qoşmaq barədə düşünürlər. Onlar saadətlə ailə qurmaq, yeni həyata başlamaq arzusuna qarşı demək çıxırlar. Nadanlıq mühitinin digər nümayəndəsi Cahangir bəy sevdiyi Sadıq xanımı qovuşmağın yolu günahsız Fəxrəddini öldürməkdə görür. Deyir, mənim dərdimin dərmanı qandır. Cahangir bəy dostları Məhərrəm və Fərhad Fəxrəddini öldürmək üçün gəlirlər, amma öldürə bilmirlər. Məhərrəm mane olur, mənim əlim qurusun, əgər belə bir zamana mənim əllərim qalsın. Bu ifadə təbii ki, Məhərrəm deyir. Kötan nə bilir, qaş nə çək ifadəsi Cahangirin dilindəndir. Mahmud bəy ölümündən sonra Əhməd onun qanını yerə qoymayacaq, Ançir və Fəxrəddini öldürür. Hacı Murad da Əhmədi öldürür.
Əhmədin nitqinə aydın oldu ki, Vəli qalada, bax Əhmədin nitqinə aydın oldu ki, Vəli qalada axırıncı aldığı yaradan tələf oldu. Cahangir bəyin canı isə yurd yuvası dağıldı, özü dustaqxanada çürüyüb. Mələk xanım Rüstəm bəy obraz arasında bəzi oxşarlıq mövcuddur. İntiqam hissi ilə yaşayırlar. Oğulları qan davasına tərk edirlər. Tək oğlunu qan intiqamı təhrik edir. Fikri yanlış. Çünki Mələk xanın 2 oğlu var idi. Yəni 2 oğlu, həm Şahmarı, həm də Fəxrəddini qan davasına demək sürüşləri. Qan davasına itirdiyi əzizlərin acısı onları yandırıb yaxır. Əsərin sonunda hər ikisi peşman olur. Müsbət Fəxrəddin yüksək bədii keyfiyyəti ilə təhsil müəllif yaradıcısından deyil, ədəbiyyat tariximizdə önəmli yoxdur. Dilinin kamilliyi, səlisliyi onun bədii təsir gücünü qat-qat artırır. Dramaturq monoloq və dialoqların düşündürücü, mənalı olmasına, yığcamlığına xüsusi diqqət yetirmiş, artıq söz ifadələ yer verməmişdir. Surətlərin nitqi, işlətdiyi hər söz ifadələ onların xarakterinə uyğundur. Əsərdə tıla sözü, məsələlər, obraz ifadələr pyesin dilini canlı danışıq dilinə yaxınlaşdırmış, onun emosional təsir gücünü artırmışdır. Belə dəyərli yoldaşlar, mən demək, müsbət Fəxrəddin əsərinin sona qədər sizlərə təhlilini çatdırdım. Diqqətinizə görə təşəkkür edirəm.